zəng. Adi zəng deyil. Təhsilimizin problemləri, ən son nailiyyətləri İctimai Radioda. Zəng. Hər çərşənbə axşamı İctimai Radioda. Salam, hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər. Təhsillə bağlı bugün Azərbaycan gənclərinin xarici ölkələrdə təhsilindən söhbət açacağıq. Maraqlı, istedadlı gənclərin xaricdə təhsil almalarına nə kimi şərait yaradılıb? Müvafiq dövlət proqramında bununla bağlı hansı tədbirlər nəzərdə tutulub? Xaricdə təhsil almağa göndərilən gənclər əsasən hansı ixtisaslara yiyələnirlər? Təhsilini başa vuran gənclərin hamısı geri dönürmü? Onların işlə təmin olunması necə həll olunur? Dəyərli dinləyicilər, bu və ya digər suallarımızı Təhsil Problemləri İnstitutunda Beynəlxalq Əməkdaşlıq və İnformasiya Şöbəsinin müdiri Almaz Həsrət cavablandıracaq. Almaz xanım, xoş gördük. Salam, xoş gördük. Almaz xanım, məlumdur ki, xaricdə təhsil proqramları mahiyyətinə görə müxtəlif formalarda həyata keçirilir. İlk növbədə istərdim qısa da olsa bu barədə məlumat verəsiniz. Hansı formada təhsilə daha çox üstünlük verilir? Təşəkkür edirəm sualınıza görə. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra bu məsələyə yenidən diqqət mərkəzində saxlamış və buna önəm vermişdi. Elm və təhsil sahələrində tədqiqatçı, müəllim və tələbələrin mübadiləsi geniş vüsət almışdır məhz müstəqillik dövrümüzdə. Bu proseslərin bir qismi dövlət sazişləri çərçivəsində də tənzimlənir. Azərbaycanın dövlət mənafelerini qoruyacaq, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədi ilə xaricdə təhsil proqramları mahiyyətinə görə bildiyimiz kimi müxtəlif formalarda həyata keçirilir ki, bunlardan biri öz imkanları hesabına xaricdə təhsil alanlardır. Müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsil alma formasıdır. Digər forma dövlət xətti ilə, yəni təhsil sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına Təhsil Nazirliyi tərəfindən həyata keçirilən xaricdə təhsildir və ən son Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli 2090 sayılı sərəncamı ilə təsdiq edilmiş 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində xaricdə təhsil forması idi. Ümumiyyətlə xaricdə təhsilin sual versə ki, hansı formasa daha çox üstünlük verilir? Son müşahidələrimizə görə fikir verdik və belə qərara gəlindi ki, xaricdə təhsilin daha geniş yayılmış forması gənclərimizin birbaşa təhsil müəssisələrinə müraciəti və müvafiq qəbul prosedurlarını keçdikdən sonra fərdi müqavilə əsasında təhsil almasıdır. Bu da bir daha bizim Azərbaycan ölkəsinin necə demokratik ölkə olduğunu bariz nümunəsidir. Son 23 ildə təqribən nə qədər azərbaycanlı gənc xaricdə təhsil alıb? Demək, bu çox maraqlı sualdır. Təqribən nə qədər azərbaycanlı gənc xaricdə təhsil alıb? İndi məndə yaddaşımda qalan belə bir məlumat var ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin son statistik məlumatı var. Yəni o statistik məlumatı əsasən dövlət xətti ilə xaricdə təhsil almağa gedən gənclərimizin misalla gətirə bilərəm. Türkiyə ali məktəblərində 503 nəfər, Rusiyada 237 nəfər, Çin Xalq Respublikasında 26 nəfər, Koreya Respublikasında 8 nəfər ali təhsillərini davam etdiriblər. Müxtəlif ölkələrin Azərbaycana ayırdığı təqaüdlər çərçivəsində bu ölkələrin ali məktəblərinin bakalavr, mütəxəssis, magistr, doktorantura, tibbdə uzmanlıq və aspirantura səviyyələrində təhsil almaq məqsədi ilə bu tarixə qədər, bugünkü günə qədər artıq 1000 nəfərə yaxın Azərbaycan Respublikası vətəndaşı göndərilibdir. Öz hesabına və müxtəlif mübadilə proqramları çərçivəsində isə 5000-dən artıq tələbə respublikamızdan kənarda təhsillərini davam etdiriblər. Ümumiyyətlə xaricdə təhsil almaq istəyənlər daha çox hansı universitetlərə, ixtisaslara meyl edirlər? Son dövrdə biz ümumiyyətlə bütün dünyaya nəzər salsaq, qloballaşma deyilən bir terminə tez-tez rastlaşırıq və bu qloballaşma proseslərinin fəal iştirakçısı olan Azərbaycan Respublikasında da iqtisadiyyatın dünya iqtisadi sisteminin tərkib hissəsinə çevrilməsi öz növbəsində yeni tipli iqtisadçı kadrlar hazırlanmasına tələbat yaranmışdı. İnformasiya cəmiyyətinin tələblərinə uyğun yüksək hazırlığa malik mütəxəssislərə ehtiyac yaranmışdı və son zaman gənclərimiz də Azərbaycan daxilində olan müasir yönümlü iş yerlərinə, iş sahələrinə axınını hiss elədik və bunun da nəticəsində məlum oldu ki, xaricdə təhsil almaq istəyən bizim gənclərimiz ən çox Böyük Britaniya, Avropa ölkələri, Rusiya, Türkiyə, Çin, hətta demək olar ki, Kanada, Amerika bir sıra şəhərlərə və orada olan mövcud dövlət və özəl ali təhsil
ocaqlarında təhsillərini davam etdirməyə meylləri artıbdı və bu nədən irəli gəlibdi? Çünki Azərbaycanda artıq zərurəti olan, yəni tələbi ödəyə biləcək belə bir ixtisaslara tələbat olmuşdu. Beynəlxalq münasibətlər, tətbiqi riyaziyyat, maliyyə, kredit, pul tədavülü, dünya iqtisadiyyatı, müalicə işi, pediatriya, biokimiya, bunların sayını çox demək olar. Yəni rəqəmli idarə edilmə, daha çox informasiya-kommunikativ texnologiyalardan istifadə, vərdişlərin formalaşdırılması, demək aviasiya mühərrikləri, energetika qurğuları, cihaz qayırma, müalicə işi və s. bu kimi ixtisaslara meyllər artıbdı. Almaz xanım, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində nə qədər gəncin xaricdə təhsil alması təmin edilib? Bu sahədə günün tələbinə uyğun hansısa yeniliklər nəzərdə tutulubmu? Bildiyimiz kimi Prezidentin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı təsdiq olunmuşdu. Həmin dövlət proqramı qəbul olunan tarixə olan statistik məlumata görə dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan Azərbaycanlı tələbələrin sayı 1000-ə yaxın olub. Onlardan təqribən 700 nəfəri Türkiyə Respublikasının, 180 nəfəri Rusiya Federasiyasının, 50-yə yaxın Misir Ərəb Respublikasının, 20-yə yaxını Çin Xalq Respublikasının, qalanları isə hər ölkədə bir neçə nəfər olmaqla Çexiya, Slovakiya, Rumıniya, Malayziya və digər ölkələrin payına düşür. Bundan əlavə öz vəsaiti hesabına və müxtəlif təhsil mübadilə proqramları çərçivəsində xaricdə təhsil alanlar da olub ki, onlarla bağlı dəqiq statistik məlumatım yoxdur. Amma digər mənbələrdən məlum olmuşdur ki, dövlət proqramı qəbul olunana qədər tələbələrin böyük əksəriyyəti Türkiyə Respublikasında təhsil alıb ki, ikinci yerdə Rusiya Federasiyası da durur, digər sıralarda isə Avropa ölkələridir. Qərbin aparıcı universitetlərində təhsil almalarını təmin etmək isə digər məqsədlər də bir təhsil müəssisəsi olan ölkə kimi özlərinin də ehtiyacı duyduğu məntiqi təfəkkürə malik olan gənclərə ehtiyac var və mən əminliklə deyə bilərəm ki, bizim Azərbaycan gənclərinin digər xarici ölkə gənclərindən fərqli olaraq çox yüksək məntiqi təfəkkürü vardır ki, bizim gənclər də özlərini gedib orada doğruldular o ali təhsil ocaqlarında. Xarici ölkələrdəki gənclərimiz təhsil almaqla yanaşı həm də Azərbaycan xalqını təmsil edirlər. Onların diasporamızla əlaqələri, diaspor işində fəaliyyəti nə səviyyədədir? Çox maraqlı sualdır. Demək ki, Rusiyada, Amerikada, Avropa ölkələrində fəaliyyət göstərən diaspor komitələri bildiyimiz kimi aktiv fəaliyyət mexanizminə malikdirlər. Sayı 50 milyon nəfər olan dünya azərbaycanlıların 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial mədəni fəaliyyəti yaşadıkları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Problemlərə və çətinliklərə baxmayaraq Azərbaycanlılar hər zaman özünün milli mənsubiyyətini, adət-ənənəsini, mənəvi əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlayıb, tarixi vətənlə əlaqələrini itirməyiblər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporamızın mövcudluğu da məhz bu amillə bağlıdır. Azərbaycan diasporunun formalaşmasında xaricdə təhsil alan, sizin dediyiniz kimi Azərbaycanlı tələbələrimizin də yaxından iştirakı qeyd olunur. Bu sahədə müəyyən irəliləyişlər var son illər. Gənclərimiz dünyanın ən tanınmış universitetlərində yüksək təhsil almaqla bərabər ölkəmizdə təhsil aldıqları sahələrdə də layiqincə təmsil edirlər. Əlbəttə, xaricdəki tələbələrimizin üzərinə daha çox məsuliyyət düşür. Onlar təhsil aldıqları ölkələrdə vətənimizin qeyri-rəsmi səfiri missiyasını daşıyırlar. Həmin qeyri-rəsmi səfirlərimiz bunun fərqində olan, yəni həmin tələbələrimiz diaspora fəaliyyətləri zamanı sadəcə tədbirlər keçirməklə kifayətlənmirlər. Onlar həm yerli, həm də xarici kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edirlər. Son illər gənclərimizin diaspora fəaliyyətində gördüyü işlər və əldə etdikləri uğurları mətbuatımızda da görünür. Xarici universitetlərin hər birinin nəzdində həm də tələbələrin təmsil etdikləri ölkələrin adından ibarət tələbə cəmiyyətləri də fəaliyyət göstərir ki, bunların əksəriyyətinlə biz sosial şəbəkələrdə də tanış oluruq, sosial şəbəkələrdə onlarla daim ünsiyyətdə oluruq. Ən çox Kanadada və İndoneziyada, Türkiyədə şəxsən mənim özümün mütəmadi olaraq tələbə gənclər təşkilatının üzvləri ilə ünsiyyətim var. Yəni onlarla daim əməkdaşlıq edirik. Onlara lazım olan materialları əgər axtarışa verəndə internetdə tapmırdısa, biz onlara ötürürük o materialları. Bu da bir Azərbaycanın digər xarici
xarici ölkələrdə təbliğatın formasına köməklik göstərən bir amildir. Bu efir vasitəsilə onu da bildirmək istəyərdim ki, bəzi xarici ölkələrdə bizim tələbələrimiz ola bilər təcrübəsizlikdən irəli gəlir ki, hər biri ayrı-ayrılıqda kiçik tələbə təşkilatları yaradırlar. Amma bunu etməməlidirlər. Nəyə görə? Çünki onlar hamısı birləşib vahid bir təşkilat formasında fəaliyyət göstərməlidirlər. Ona görə ki, digər adlarla başqa-başqa təşkilatlar yaradıb ayrılmaqla hər hansı məqsədə varmaq mümkün deyil. Yəni bir olmalıdırlar. Çünki bunlar indi gəncdirlər, ola bilər təcrübəsizdirlər. Nə qədər çox bir olsalar, birliklərini göstərsələr, daha çox işə nail ola bilərlər. Almaz xanım, dövlət proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərində qəbulun hansı formaları var? Dinləyicilərimizə əsas qayda və şərtlərlə tanış edə bilərsinizmi? Çox vaxt sual verirlər ki, dövlət proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərinə necə qəbul olunub? Bu suala diqqətlə nəzər yetirsək, onu dəqiqləşdirməyə aparmaq lazımdır. Niyə? Ona görə ki, xüsusi olaraq onu vurğulamaq istəyirəm. Dövlət proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul həyata keçirilmir. Yalnız müvafiq siyahıda adları qeyd olunmuş xarici ali təhsil müəssisələrinə qəbul olunmuş və yaxud artıq orada təhsil alan tələbələr təhsilləri ilə bağlı xərclərin qarşılanması məqsədi ilə dövlət proqramına müraciət edə bilərlər. Yəni bunu təbii ki, bəzən bizim gənclərimiz ayırd eləyə bilmir. Xaricdə təhsil başqa, dövlət proqramı başqa. Həmçinin təhsil almaq istədikləri ali təhsil müəssisələrinin onlar mütəmadi olaraq internet səhifəsinə daxil olmalıdırlar. Sual verdiniz ki, bəs ali təhsil məktəblərinə qəbulun hansı qaydaları və şərtləri var? Bu biraz ümumi sualdır. Bunu daha da dəqiqləşdirsək ya konkretləşdirsək demək istəyərdim ki, hər bir vətəndaş, hər bir gənc istədiyi ali təhsil müəssisəsinin internet saytına daxil olub, hər bir universitetin özünün qəbul qaydaları və şərtləri ilə tanış ola bilərlər. Məhz ondan sonra, onlarla tanış olduqdan sonra həmin gənclərimiz həmin ali təhsil müəssisələrinə öz sənədlərini verə bilərlər. Dövlət proqramına sənədlərin qəbulu isə bizim Azərbaycanda elektron ərizə vasitəsilə həyata keçirilir. Dövlət proqramının iştirak tələblərinə cavab verən və birinci mərhələdə sənədləri qəbul olunan namizədlər ikinci mərhələdə müvafiq müsahibədə iştirak edirlər. Fərdi müsahibənin keçirilməsi, yəni onun yeri və məkanı barədə həmin gəncin elektron poçtuna elektron formada gəlir və həmin gənc elektron poçtuna gələn məkan və yer vaxtına uyğun olaraq seçilmiş müəssisədə özünü gedib müsahibədən keçirə bilər. Dövlət proqramı qəbul qaydaları haqqında daha ətraflı məlumat almaq üçün təbii ki, Təhsil Nazirliyinin və ümumiyyətlə sosial internet şəbəkədə mövcud olan xaricdə təhsil.edu.gov.az ünvanından daha geniş məlumat əldə edə bilərlər. Bəs xaricdə təhsil alan tələbələrin sonrakı taleyi necə həll olunur? Onların işlə təmin olunması necə həyata keçirilir? Tanıdığım, öz əhatəmdə olan, xaricdə təhsil alan tələbələrlə daha tez-tez ünsiyyətdə olduğum üçün əminliklə deyirəm ki, onların əksəriyyəti Azərbaycana dönüb və yüksək yerlərdə öz fəaliyyətini davam etdirirlər. Misal üçün, bugün Respublikamızın ali və orta məktəblərində, Xarici və Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Səhiyyədə, xaricdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində, Dövlət Gömrük Komitəsində, Konstitusiya Məhkəməsində, Elmlər Akademiyasında və bir sıra qurumlarda çalışan mütəxəssislər arasında mənim şəxsən tanıdığım xaricdə təhsil almış ali məktəblərin məzunları da vardır. Yəni onlar ixtisasca iqtisadçı, bank işçisi olublar. Əksəriyyəti hətta nazirlikdə müəyyən şöbə müdiri vəzifəsində çalışırlar. Yəni bu da bizim uğurumuzdur, bu da bizim nailiyyətimizdir. Yəni bizim Azərbaycanlı gənclərimiz əksəriyyəti Azərbaycana, vətənə dönür. Bilirlər ki, onların bu ixtisası bizim Azərbaycanımızda da lazımdır və onlar öz peşəsini, öz praktikasını gəlib öz vətənində davam etdirirlər. Almaz xanım, təşəkkür edirik ki, suallarımızı cavablandırdınız. Əlbəttə ki, müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə də ölçülür. Ölkəmizdə də son illərdə bu məsələyə xüsusi diqqət var. Uğurlar arzulayırıq sizə də, tələbələrimizə də. Mən də sizə təşəkkür edirəm, çox sağ olun. Əziz dinləyicilər, bir daha xatırladım ki, suallarımızı Təhsil Problemləri İnstitutunda Beynəlxalq Əməkdaşlıq və İnformasiya şöbəsinin müdiri Almaz Əsrət cavablandırdı. Gələn həftə görüşmə ümidi ilə sizinlə sağollaşırıq, salamat qalın. Bu zəng adi zəng deyil. Təhsilimizin problemləri, ən son nailiyyətləri İctimai Radioda. Zəng. Hər çərşənbə axşamı İctimai Radioda.